Salam. İndi sizinlə situasiya 21-dən sonuncu 28-ə qədər suallar işləməyə. Situasiya nömrə 21. Birinci sual. Kimya dərsində müəllim şagirdlərə rəngsiz X duzunu və özü də göstərir ki, halogenit duzudur. Rəngsiz X duzunu göstərdi və onun xassələri haqqında məlumat verdi. Əvvəlcə bu duzun üzərinə əhəng suyu əlavə edib qızdırdı. Suda yaxşı həll olan və suda məhlul əsası xassəyə malik olan kəskin iyili Y qazının alınmasını müşahidə etdi. Demək, hər hansı bir halogen duzudur və ondan kəskin iyili Y qazı, yəni amonyak qazı alıb. Çünki suda məhlul əsası xassələri isə bu amonyakdır. Demək, əhəng suyu ilə təsir edib deyib, demək, həmin duzun yerini boş saxlayırıq. Üzərinə kalsium hidroksid gəlirik. Bu zaman əmələ gəlib kəskin iyili qaz amonyak. Əslində bu naşatır spirti şəklində alınıbdır. Alınan kimi parçalanıb amonyak və suya. Amma bu duzun hansı olduğunu bilmirik. Sonra müəllim X duzunu argentium nitratla qarışdıranda sarımtıl çöküntünün alınmasını müşahidə etdi. Sarımtıl çöküntü və argentiumdan sarımtıl çöküntü. Demək, bu argentium bromiddir. Bayaqlarım, demək, bundan qabaqki situasiyada ağ çöküntü deyirdi. Ona görə amonium xlorid götürdü. Çünki argentium xlor, argentium nitrat amonium xloriddən argentium xlor çöküntüsü verir. Yəni ağ çöküntünü verir. Amma amonium bromidlə argentium nitrat verəcək argentium bromid, yəni sarımtıl çöküntünü. Yəni biz burada götürürük amonium bromid duzu. Və bu zaman əmələ gəlir əlavə məhsul kimi kalsium brom 2. Belə bir reaksiya gedir. Əmsallaşdırsaq, demək, su 2 oldu. NH4OH. Bir dənə suyu 2 yazırıq və salam. Hər şey bərabərdir. İndi bizdən nə soruşur? Burada əslində amonyaka da 2 yazmalıyıq. Bəli, bromda 2 olduğuna görə amonium bromida 2 yazırıq. Bu zaman amonyaka da 2 yazırıq. Baxaq müddəalara görə nə soruşur bizdən? Deyir ki, 61-cidə X duzunun və Y qazının formulu. Y qazı təbii ki, amonyak qazıdır. X duzu da tapdıq ki, amonium bromiddir. Sonra baş verən hər üç reaksiya tənliklərini yazın. Demək, birinci tənliyimiz amonyakın alınmasıdır. Sonra sarı çöküntünün alınmasıdır. Deyir, həmin duz argentium nitratla sarı çöküntü verir. Bəli, argentium bromid sarı çöküntüdür. Bir də NH4NO3 əmələ gəlir. Demək, bu sarı, daha doğrusu sarımtıldır. Sarı çöküntü argentium yodiddir. Sonra deyir ki, katalitik oksidləşir. Katalitik oksidləşəndə yenə bayaq demək oxuduq bunu, amma yazmadıq. Katalitik, yəni platin və rutenium katalizatoru ilə bu zaman NO ilə su verir. Əmsallaşdırırıq. 3 reaksiyanın üçünü də yazdıq. Bu bizim 62-ci sualımızın cavabıdır. 63-ə baxırıq. İndi nə deyir bizə? Yenə Y qazı və onun oksidləşməsinə 45 litr. Biz bilirik ki, bayaq demək 20-ci situasiyada biz bunu necə izah eləmişdik? 3 əmsalları 4K və 5K kimi götürürük. Bunu da 45 kimi götürürük. 45'i bölürük 9'a. Çünki 9K. 45'dirsə K olacaq 9. Yəni daha doğrusu 45'i 9'a 5. 5 dəfə 9'un 45. Yəni 4K nə deməkdir? 4 vur 5. 20 amonyak olubdur. 5 vur 5. 25 də oksigen qazı olubdur. Nə soruşur bizdən? Neçə litr Y qazı var? 20 litr. Yəni 63-cüdə cavab 20. Situasiya 22-ciyə baxırıq. Müəllim gümüş metalı ilə bu turşunun qarşılığı təsirindən hava ilə təmasda olduqda qonurlaşan rəngsiz qaz aldı. Qonurlaşan rəngsiz qaz NO-dur. NO oksigenlə adi şəraitdə oksidləşib NO2-yə çevrilir. NO2 qonur qazdır. Amma NO da rəngsiz qazdır.
Onda belə çıxır ki, gümüş metalı ilə duru nitrat götürübdür. Argentum NO3 və NO plus su. Biz bilirik ki, qatı nitratla gümüş NO2 verir. Oksijen reduksiya reaksiyasına əsasən əmsallaşdırsa, azot müsbət 5-dən müsbət 2-yə, argentum 0-dan müsbət 1-ə. Azot müsbət 5-dən, azot müsbət 2-yə. 3 elektron, 1, 3, 3, 1. 3'ü buraya yazırıq, 1'i buraya yazırıq. 3 argentum, 4 azot və salam. Hər şey bərabərdir. İndi nə soruşur bizdən? 64-dən. Reaksiya zamanı əmələ gələn rəngsiz qazın formulunu, rəngsiz qaz NO-dur. Və qazın qonurlaşma səbəbi. Qazın qonurlaşması NO oksidləşərək NO2-yə çevrilməsidir. Buna deyirik qonur qaz. Bu da rəngsiz qaz. Təcrübədə baş verən 4 reaksiya tənliklərini yazın. Təcrübədə baş verən birinci tənlik budur. İkinci tənlik burada yazmışıq. NO plus O2, NO2. Sonra sudan keçirən zaman turşu əmələ gəlir. Deyir ki, həmin qazı oksigenlə qarışığına. Oksigenlə qarışığı əmələ gətirir NO2. Və NO2, oksigen və su. Bu da verir nitrat turşusunu. Sonra nə deyir? Bu turşu işığın təsirindən sarımtıl rəngə çevirir. Biz bilirik ki, nitrat turşusu yeganə turşudur ki, üzərinə düşən kimi parçalanır. Parçalananda NO2, su və oksigen qazı əmələ gəlir. 4 dənə tənliyin 4'ünü də yazdıq. Sonra bu birisinə baxırıq. Təcrübədə götürülən turşunun 8 molun tam parçalanması zaman neçə mol qaz qarışığı alınır? Əvvəlcə bunu əmsallaşdıraq. Azot 4 dənədir. Bura 4 yazsaq, 12, 8, 10. Hər şey bərabərdir. Deyir ki, turşunun 8 moluna neçə mol qaz qarışığı alınır? Biz burada baxsaq, görürük ki, turşu 4 moldur. 4 mol turşudan əmələ gələn qaz 5 moldur. Yəni 4 NO2 ilə 1 mol oksigen. 5 mol qaz əmələ gəlir. Amma 8 moldan soruşur. 8 mol, əgər 4'dən 5 alınırsa, 8 moldan da 2 dəfə çox, yəni 10 mol alınacaq. 66 da cavab 10'dur. Situasiya 23. Oksigen, karbon qazı və amonakdan ibarət qarışıq artıq miqdarda X və Y maddələrinin suda məhlul olan qabdan keçirilmişdir. Prosesin sonunda, gəl baxaq görək, bu verilən sxemdə nə başa düşürük? Birinci qaba əlavə olunur karbon qazı, amonyak, oksigen. Və karbon qazı ilə oksigen reaksiya girmir, amonyak reaksiya girir X-la. Biz bilirik ki, amonyak turşularla reaksiya girir. Demək, X turşu olacaq. Amma hansı turşu olacaq, onu necə tapacağıq? Sonra baxarıq ona. Sonra deyir ki, prosesin sonunda qablardan birində udulan qazın hamısını sodaya, digərini isə amonium şorasına. Biz bilirik ki, amonium şurası NH4NO3-dür. Əgər bu əmələ gəlibsə, bayaq dedik ki, amonyakla X girərək əmələ gətirib də bunu. Yəni, amonyakla təbii ki, nitrat turşusu reaksiya girəndə amonium şurası əmələ gətirir. Sonra deyir ki, digərisi hamısını sodaya çevrilir. Baxıram ikinci qaba. İkinci qabda nə baş verir? Karbon qazı ilə oksigen qaba daxil olur, amma oksigen olduğu kimi tərk edir qaba. Onda biləsiniz ki, karbon qazı Y-lə reaksiya girir. Və özü də deyir ki, soda əmələ gətirir. Demək, o hansı maddədir ki, karbon qazı ilə reaksiya girəndə sodaya çevrilir. Biz də bilirik ki, bu natrium hidroksiddir və yaxud da kalium hidroksiddir. Daha doğrusu potaş kalium karbonatdır. Bu natrium hidroksiddir və natrium hidroksid 2 molu 1 molla reaksiya girəndə əmələ gəlir natrium karbonat və su. Demək, bizdən soruşur ki, X və Y maddələrinin formulunu yazın. Tapdıq ki, X maddəsi amonyakdır. O nitrat turşusuna reaksiya girib amonium şorası verib. X oldu amonyak. Y maddəmiz isə burada soda əmələ gətirdiyinə görə bu da natrium hidroksiddir. Sonra 68-ci suala baxırıq. İkinci qabda baş verən tənliyi yazın. İkinci qabda sodanın alınma tənliyidir. Yəni yazmışıq bunu. Keçirik indi 69-cu suala.
0,3 mol amonyakın tam reaksiyasına birinci qabda yerləşdirilən 200 ml məhlulda olan X maddəsinin 30% sərf olunur. Demək, birinci qabda baş verən reaksiya budur. Bizə deyir ki, 0,3 mol amonyakın tam reaksiyasına 30% sərf olunur. Aha. Demək, həmin reaksiyanı daha geniş yazaq burada. 69'da. Amonyak nitrat turşusu ilə reaksiya girir və biz bilirik ki, eyni molda reaksiya girir. Bu V 0,2 litrdir. Bizə nəyi soruşur? Molyar qatlığı. S molyar bərabər nü böl V-yə biz nünü tapmalıyıq. 1 molla 1 mol girir. 0,3 molla da 0,3 girer. Burada bizə deyir ki, 30% reaksiya girir. Əgər bunun 30% 0,3 isə 100% olacaq 1 mol. Demək, molu 1'dir. Həcmin də 200 ml-dən litrə keçəndə 0,2 litrdir. Biri də 0,2'ye böləndə eləyir 5 molyar. S molyar oldu 5. 69'uncu da cavabımız 5'dir. Baxırıq. 24'də nə deyir bizə? Situasiya nömrə 24. Birinci sual. Yenə eyni qaydadadır. Göstərir ki, birinci qabda X ilə reaksiya girən amonyakdır. Bizə deyir ki, X turşudur. İkinci qabda da, daha doğrusu birinci qabda amonyakla azot alınıbdır. Karbon qazı yoxa çıxıbdır. Baxın. Birinci qabda karbon qazı reaksiya girib X ilə. Amonyakla azot olduğu kimi qalıbdır. Demək, karbon qazı X ilə reaksiya girir. X-i bilmirik nədir. İkinci qabda isə Y ilə reaksiya girən, baxın, amonyakla azot daxil olur. Azot olduğu kimi tərk edir. Onda belə çıxır ki, amonyak reaksiya girir. İkinci qabda da həminki maddə ilə, yəni Y ilə reaksiya girən amonyakdır. İndi baxaq görək nə baş verir burada. Deyir ki, prosesin sonunda birinci qabda CO2-nin tam olaraq potaşa. Potaş deyirsə, demək, bu kalium hidroksidən istifadə olunub. Kalium karbonat, yəni potaş budur. Və su. Demək, birinci qabda X dediyi kalium hidroksid imiş. Əmsallaşdırsaq. İkinci qabda isə, yəni burada amonium şorası. Onda belə çıxır ki, Y olub nitrat turşusu. Əmələ gətirir amonium şorası. Bu da bizim ikinci qabımızda alınan. Sonra nə soruşur bizdən? X və Y maddələrinin formulunu yazın. Yazmışıq. X maddəsi kalium hidroksiddir. Y maddəmiz də nitrat turşusudur. Sonra 71. Birinci də baş verən tənlik yaz əmsallaşdırır. Bu da yazmışıq. Birinci də baş verən tənlik əmsallaşdırılmış forması. 72'yə baxırıq. 72 elə 23'ün axırıncısı ilə eynidir. Yenə deyir ki, ikinci qaba yerləşdirilmiş, demək söhbət bu reaksiyadan gedir. Yerləşdirilmiş 200 ml məhlulda, demək V bərabər 0,2'dir. Məhlulun həcmini bilirik. Bizdən nə soruşur? S molyar soruşur. S bərabər nü böl V-dir. 0,2'ni bilirik. V-də necə tapacağıq? Molda necə tapacağıq? Bizə deyir ki, 0,6 mol amonyakla Y-in 50% daxil olur. Biz bilirik ki, bunlar eyni molda reaksiya girir. Düzdürmü? Yəni, 1 mol amonyakla 1 mol nitrat turşusu reaksiya girir. İndi bizə deyir ki, 0,6 mol amonyakla 0,6 mol amonyakla elə 0,6 molda nitrat turşusu reaksiya girəcək. Və bizə buradan deyir ki, 50%. Onda 0,6 50%dirsə, bütöv məhlulumuzun molu, yəni nitrat turşusunun molu 1,2 olacaq. Çünki yarısı 0,6'dır. Bütövü 1,2. Və sıram molyar qatlığı tapanda nünü böləcəm və 1,2'ni 0,2'ye böləndə cavab 6 edir. 72'də də cavabımız 6. Situasiya 25. Natrium xloridin suda məhlulun elektrolizin. Natrium xlorid yazaq, situasiya 25 və natrium xloridin suda məhlulun elektrolizin yazaq. Biz bilirik ki, tuzun tərkibində natriumdursa, katodumuz hidrogendir. Xlordursa, anodumuz xlordur. Məhlulda da qalacaq natrium hidroksid. Əmsallaşdıraq. Demək, natrium 2 dənədir hər tərəfdə, xlor 2 dənə, hidrogen 4 dənə, oksigen 2 dənə. Hər şey bərabərdir.
Demək situasiya 21. Yazdıq, əmsallaşdırdıq. Daha doğrusu hidrojenə 1 düşür. 4 hidrojen var. İkisi burada, ikisi burada. Nə soruşur bizdən? 73-cü sualın cavabıdır bu. 73-də deyir ki, məhlulda baş verən elektroz tənliyini yazın və əmsallaşdırın. Bəli, yazıb əmsallaşdırmışıq. İndi keçirəm 74-ü yazmağa. Deyir, neytrallaşma reaksiyasının, sonra ardı da var. Deyir, elektrodlarda ayrılan qazların qarşılıqlı təsirindən. Elektrodlar katod və anoddur. Katodda hidrojen, anodda halogen alınır. Bunların qarşılıqlı təsirindən də 2 mol xlor turşusu alınır. Sonra deyir ki, bunun üzərinə suda məhlul, yəni xlor turşusu alınır. H-xlor alınan halda qazdır, suda məhlul turşudur. Bir alınan maddənin suda məhlulun üzərindən kalium hidroksid əlavə olundu. Bu zaman əmələ gəlir təbii ki, kalium xlorid və su. İndi nə soruşur? Neytrallaşma reaksiyasının, bu neytrallaşma reaksiyasıdır, molekulyar və qısa yön tənliyi. Verilmiş tənlik elə molekulyar tənlikdir. Çünki maddələr molekul şəklində yazılırsa, bu molekulyar tənlikdir. Qısa yön tənliyini tapmaq üçün əvvəlcə tam yön tənliyini yazmalıyıq. H müsbət, xlor mənfi, kalium müsbət, OH mənfi, kalium müsbət, xlor mənfi, suyu da ki elektrodlarına ayırmır. Olduğu kimi saxlayırıq. Eyni iyonları hər tərəfdən ixtisar edirik. Qalır H müsbət, OH mənfi, alında H2O. Bu da bizim qısa iyonumuz. Bu molekulyar tənlikdir. Bu isə qısa yön tənliyidir. Sonra 75'e baxırıq. 75'də nə deyir? Katodda 22-14 litr qaz ayrılarsa. Baxırıq əvvəlcə bura. Burada görürük ki, katodda 1 mol qaz alınır. 22-14 elə 1 mol deməkdir. Elektrozu uğrayan duzun, elektrozu uğrayan duz 2 moldur. Və anodda alınan qazın. Demək, X-imiz bərabər oldu 2-yə, anodda alınan qaz da elə katod qədərdir. Y-imiz də bərabər oldu 1-ə. Və salam 75'də X 2-dir, Y 1-dir. İndi keçəcək situasiya 26. Eyni sualda natrium əvəzinə kalium yazıbdır. Kalium xloridin suda məhlul elektrozini yazırıq. Burada əmsallaşdırırıq. Hər şey bərabərdir. İndi nə soruşur bizdən? Elektrodlarda alınan qazların qarşılıqlı təsirindən əmələ gələn birləşmə. Elektrodlardakı qazlar H2 və xlor 2-dir. H2 ilə xlor 2 reaksiya girəndə H-xlor əmələ gətirir. Həmin xlor turşusunun daha doğrusu natrium hidroksidlə reaksiyasından neytrallaşma baş verir. Bəli, burada alınır natri xlor plus su. 76'da nə deyir bizə? 76'da deyir ki, məhlulda baş verən elektroz tənliyi yazın, əmsallaşdırın. Baxın, bu sual ilə 76'nın cavabıdır. Baxın, bu 76. Elektroz tənliyi yazın, əmsallaşdırın. 77'də neytrallaşma reaksiyasının tam və qısa yön tənliklərini yazın. Neytrallaşma reaksiyasının molekulyar tənliyidir. Tam yön tənlik necə yazılır? H müsbət, xlor mənfi iyonlarını ayırırıq. Natrium müsbət, OH mənfi. Yenə natrium müsbət, xlor mənfi və su olduğu kimi qalır. Hər tərəfdən iyonları ixtisar edirik. Bu bizim oldu tam iyon tənliyimiz. Qısa yön tənliyində də H, OH, H2O. Bu da bizim qısa yön tənliyimiz. Bu da 76-cı sual. Daha doğrusu 77-ci sual. 78-ci suala baxırıq. Deyir, katodda 44-8 qaz alınarsa. Burada verilmişdir. Burada yalnız katodla anodun əmsalları 1-dir. Məruz qalan duzun və anodda alınan maddənin sayında, molunda. Biz bilirik ki, katodumuz hidrojendir. 1 mol hidrojen alınanda elə anodda da 1 mol məhsul alınır. Yəni, Y-imiz bərabərdir 1-ə. Yox, daha doğrusu 1 mol alınanda 1'dir. Bizdən katodda 2 mol. 44-8 2 mol deməkdir. Onda 2 molda xlor qazı alınacaq da. Yəni Y-imiz oldu 2. Sonra duzun formulunu. Biz bilirik ki, katodumuz 1 mol olanda duz 2 moldur. Əgər 2 mol olsa, yəni 44-18 olsa, bu da olacaq 2 dəfə artıq 4 mol. Yəni X-imiz də bərabər 4'ə. 78-ci sualda X4, Y2.
Situasiya 27-yə baxırıq. Sənayedə karbamid istehsalı üçün istifadə edilən X və Y qazları. Biz bilirik ki, karbamid almaq üçün karbon qazı ilə amonyakın reaksiyasına aparırlar. CONH2 2 dəfə və su alınır. İndi bizdən nə soruşur? X və Y. Bunun biri X-dir, biri Y-dir, amma hansı nədir bilmirik. Sonra deyir, şagirdlərdən biri X qazını təbaşir qırıntıları ilə xlor turşunun reaksiyasından alıbdır. Onda belə çıxır ki, X qazı karbon qazıdır da. Təbaşir qırıntısı budur. Kalsium karbonat xlor turşunun reaksiyasından alınır. Karbon qazının laboratoriyada alınması və ya da karbonat turşunun laboratoriyada alınması. Burada alınır kalsium klorid və karbonat turşu. Karbonat turşu alınan kimi parçalanır karbon qazı və suya. Bu da deyir ki, X qazını təbaşir qırıntıları ilə xlor turşundan alıb uşaqlar. Aha. Demək, bizim X qazımızı tapdıq. Onda belə sonra ki, Y qazımız da amonyakdır da. Y qazını isə amonyum şorasının sönmüş əhənglə. Bəli, amonyum şorası istənilən amonyum duzuna, istənilən qələmi ilə təsir edəndə əmələ gəlir amonyak və su, bir də duz. Burada da hansı duz alınacaq? Kalsium nitrat duzu alınacaq. Belə bir reaksiya baş verir. 79-da nə dedik? X qazının kimya formulunu yazın. Dedik ki, X qazı CO2-dir. Molekulunda hibridləşmiş orbitalların sayını tapın. Biz bilirik ki, CO2-də karbondur hibridləşmiş. Özdə karbon hibridləşməsi də sp-dir. Kumuli olmuş deyənlərə oxşuyur. Sp 2 dənə deməkdir. 1s, 1p. Yəni, hibridləşmiş orbital sayı deyəndə 1sp, yəni 2 orbital götürüləcək. 79-da ikincidə cavabımız elə 2-dir. 80-ə baxırıq. Y qazının alınma reaksiyasının tənini yazın və əmsallaşdırın. İndi burada Y qazının burada yazıldı. Baxın, Y qazını amonyum şorası ilə sönmüş əhəngdən alıb. Bu deyil. Amonyum şorası ilə sönmüş əhəngdən alıb Y qazı. Bu bizim 80-ci sualımızın cavabıdır. 81-ə baxaq. 22-14 litr X-dən, 22-14 Y-dən. Demək, bu reaksiyanı biz əmsallaşdırmalıyıq. Burada yazmışam. Yenə də yazaq. CO2 amonyakla CONH2 2 dəfə və su əmələ gəlir. Bir dənə amonyakda 2 var, səhv etmirəmsə. Demək, hər şey bərabərdir. 81-də nə deyir? 22, hər birindən 1 mol demək istəyir. Hərəsindən 1 mol götürəndə neçə mol karbamid alınır? Biz bilirik ki, bura 1, bura 2 yazırıq. Karbamidə X, altına da 1 mol yazırıq. Belə olan halda bölürdük. Hansı kiçik sondan işləyirik? 1-i 1-ə böləndə 1, 1-i 2-yə böləndə 0,5. Bu daha kiçikdir. Yəni, karbon qazından artıq qalacaq. Bunu hesablasaq, buradan X də bərabər 2-də 1-ə, yəni 0,5 mola. 81-də də cavabımız 0,5 moldur. Nəhayət, sonuncu 28-ci situasiyanı işləyirik. 28-cidə nə deyir bizə? Yenə karbamid istehsalı üçün eyni qaydadır. Şagirdlərdən biri X, Y qazlarını laboratoriyada almağa çalışır. X qazın təbaşir qırıntılarla xlor turşusundan, bu deyib burada yazmışıq. X qazının alınma reaksiyası budur. Demək, Y qazını isə amonyum şurası ilə kalium hidroksid. Sadəcə burada kalsium yox, kalium götürür. Yaxşı, yenə də təzədən yazaq bunu. Demək, müəllim, şagird nə edir? X qazını təbaşir qırıntıları ilə xlor turşusundan. Bəli, burada alınır kalsium xlor 2, karbon qazı və su. Deyir, bu bizim X qazımızdır. Olsun. Y qazını isə amonyum şorası ilə istənilən amonyum duzuna, istənilən qələvi ilə təsir edəndə əmələ gəlir amonyak. Burada da deyir ki, amonyum şorasının üzərinə kalium hidroksid əlavə edir. Bəli, burada alınır kalium nitrat. Bir də NH4OH. NH4OH da alınan kimi parçalanır amonyaka və suya. Y qazını əldə edir. İndi bizdən nə soruşur? Y qazının kimya formulu. Y qazı amonyakdır. Adı da amonyakdır. Adını yazın. Hibrid orbitalların ümumi sayını hesablayın. Biz bilirik ki, amonyakda hibridləşmə sp3-dür. sp3 də bir dənə sp3, 4 dənə hibrid orbital deməkdir. 1s, 3p. Yəni 82-də ikinci cavabımız 4 olacaqdır. Birinci cavabımız NH3 amonyak. 83-ə baxırıq. X qazının alındığı tənliyi yazın.
Əslində biz bunu yazmışıq. Bu da X qazının alınma tənliyi budur. Bu bizim 83-cü sualımızdır. 84-ə baxırıq. 67,2 litr Y qazından maksimum neçə mol karbamid alınır? İndi biz karbamidin alınma reaksiyasını yazaq. CONH2 2 dəfə və su. Burada amonyaka 2 yazırdıq. Başqa heç bir yerdə əmsal yox idi. 67,2 litr Y qazından. Aha, yazıram. 67,2 Y qazda amonyakdır. Neçə mol karbamid? X mol. 44, 2 mol 44,8 litrin olduğuna görə 44,8 litr yazıram. 1 mol. Buradan da hesablasaq X bərabərdir 1,5 mol. Situasiyanı tam bitirdik. Birinci hissədə olan situasiyaları. Yenə də sizə aydın olmayan qaranlıq nə varsa şərhlərdə yazın, zəhmət olmasa. Kanalı bəyənmək və abunə olmağı da unutmayın. Sağ olun.